bir mədəcikdən ibarətdir. Bu tərəfdə, yəni sol qulaqcıqda arterial qan, sağ qulaqcıqda venoz qan, mədəcikdə isə nə? Qarışıq qan. Dedim ki, sağ tərəf adətən venoz qan, sol tərəf isə adətən arterial qan daşıyır. İndi kiçik qan dövranı danışıram. Kiçik qan dövranı da təbii ki, mədəcikdən çıxacaq damar, amma hansı hissəyə meyilli? Sağ mədəcik tərəfə meyilli. Sağ-sol mədəcik yoxdur burada. Mədəciyin sağ tərəfinə meyilli hissədən çıxacaq və çıxan damarın adı olacaq ağciyər arteriyası damarı. Ağciyər arteriyası damarı. Damarın adını bilmək lazımdır. Hansı qanı çıxardacaq? Sırf venoz qanı çıxardacaq. Sırf venoz qanı çıxardacaq. Qurbağanın tənəffüs orqanı haradır? Qurbağanın tənəffüs orqanı ağciyərlər, kisə şəkilli ağciyərlər və dəridir. Həmin ağciyər arteriyası ağciyərlərə, belə şaxələnəcək ağciyər arteriyaları, ağciyərlərə, bu ağciyərlərdir. Eyni zamanda dəriyə, bir hissəsi də şaxələnəcək, dəri tərəfə gedəcək, dəriyə. Çünki dəri də axı qurbağanın tənəffüs orqanı. Nə demişdik? Demişdik, qurbağa ağciyər və dəri vasitəsilə tənəffüs edir. Tənəffüs etmək, yəni orada qazlar mübadiləsi gedir. Aydındır? Deməli, kiçik qan dövranında mədəcikdən çıxarılan sırf venoz qan ağciyər arteriyası damarı ilə çıxır, sağ-sol ağciyərlərə şaxələnir və bir hissəsi də dəriyə gedərək venoz qanı aparır. Nə üçün? Təmizlənmək üçün. Gedib venoz qan orada arterial qana çevrildikdən sonra tənəffüs orqanlarına nə üçün gedir? Təmizlənmək üçün. Arterial qana çevrildikdən sonra gəlir, tökülür. Hara? Ürəyin sol qulaqcığına. Gördünüz? Ürəyin sol qulaqcığına. Deməli, gəlin görək kiçik qan dövranında hansı damarlar hərəkət elədi və neçə növ qan hərəkət elədi? Deməli, ağciyər arteriyası ilə çıxdı, düzdürmü? Bax, bu gələn damarların adı əslində ağciyər venaları damarıdır. Ağciyər venaları damarı ilə ürəyin sol qulaqcığına tökülür, çıxır venoz qan, gəlir sırf arterial qan. Deməli, kiçik qan dövranında qurbağanın iki növ qan hərəkət elədi. Venoz və arterial qan.